Bu günləri tantra haqqında danışmaq istəyirəm. Bir çox insanların ümumiyyətcə məlumatı yoxdur bu haqda. Tantra nədir, o necə olur, nəyə görə belə mistik bir istiqamət olaraq qalır. Bütün dünya tantranın yalnız tantrik seks istiqamətini tanıyırlar, amma onun istiqamətləri çoxdur, qolları çoxdur. Tantra insan bədəni haqqında fəlsəfə deməkdir. Ümumiyyətcə belə tərcümə olunur. Bədən haqqında ümumiyyətcə biz insan bədənini tanımalıdır. O mexanizmin necə çalışdığını anlamalıdır. Onu idarə etməyi anlamalıdır, bacarmalıdır və bizə bunu yoga öyrədir. Ümumiyyətcə tantrik seks nədir? Tantra eyni zamanda genişlənmə tərcümə olunur. Zehnimizin genişlənməsi, bədənimizin genişlənməsi. Tantrik seks əslində bir ritualdır. Təəssüf ki, bizim cəmiyyətdə biraz pis baxılır bu şeylərə. Ümumiyyətcə biz dünyaya sevgi nəticəsində isti duyğular, məhəbbət, yəni bizim valideynlərimizdə bu çox az olub, bəzi hallarda heç olmayıb. Ümumiyyətcə insanlar sürtüşmə nəticəsində dünyaya gəlirlər. O 5 dəqiqəlik bir qısa proses zamanı biz dünyaya gəlirik. Və bir çox ailələrdə bu belə baş verir. Və cəmiyyətdə bu haqda danışmaq ayıbdır, olmaz və s. anlayışmalar, düşüncələr formalaşıb və bizim bu haqda məlumatımız yoxdur. Ümumiyyətcə tantrik seks o bir ritualdır. Zehnimizin genişlənməsi. Bilirsiniz, orada çox mistik hallar baş verir. Sən zehnini və bədənini müəyyən titreşimə çatdıra bilərsən, əgər sənin həyatında bu baş verirsə. Və çox gözəl nəticələr əldə edə bilərsən. Çünki proses zamanı orada bir çox rituallar baş verir. Kainat səni eşidir və o partlayış zamanı, fərqi yoxdur qızda və yaxud oğlanda, sən o anda düşünməlisən ki, həyatına necə bolluq gəlir, necə zənginlik gəlir və sən bu prosesi həyatına real, maddi dünyaya gətirə bilərsən. Yəni o qədər bu gözəl bir şeydir. Ümumiyyətcə bədənimizin istəkləri eyni zamanda da belə deyək, cinsi əlaqə zamanı əks cinslə bu ritual halları yaşamaqdır. Yəni bədən necə istəyir yemək yesin, qəşəng yeməklər olsun, dadlı yeməklər olsun. Eyni zamanda da bədənimiz istəyir fiziki hərəkətlər olsun. Yəni insan öz bədənini, çünki bizim bədən bir abidədir. Harda ki bizim ruhumuz yaşayır və onun müəyyən istəkləri var. Biz bədənimizi qidalandırırıq fiziki hərəkətlərlə, yediyimiz yeməklərlə və eyni zamanda da yataqla, yəni bizim sevdiyimiz, hiss etdiyimiz insanla ritual olaraq, yəni bu çox sürətli də olmamalıdır. Ara-sıra çox belə fantastik hisslər yaşaya bilərik. Çünki partlayış zamanı sənin bədənin, zehnin sanki bir başqa paralelə düşür. Yəni hiss eləmişik onu. Amma təəssüf ki, insanlar buna o qədər də diqqət, o qədər də önəm
düşünmürlər ki, o qədər də önəmlidir. Amma əslində çox önəmlidir. Çünki sənə verilən yaşam, sənə verilən ruh, bədən bunu eyni zamanda da tələb edir. Çünki bu min illər öncə yazılan bir mədəniyyətdir, bir fəlsəfədir. Çox qədim ölkələrdən mistik, elmi çoxlu böyük olan ölkələrdən bu gəlir, qədim Çindən gəlir, qədim Hindistandan gəlir. Avropalılar və biz daha gənc ölkələr bu haqda ümumiyyətcə danışmağı xoşlamırıq, ayıb sayırıq, cəmiyyət ayıb sayır və s. Hər şeyi belə gizli şəkildə, qorxa-qorxa, tez bazar etməyi düşünürük. Amma əslində belə olmamalıdır. Çünki hal-hazırda bütün dünyada məlumat genişliyi var və biz bu haqda bu günləri rahat danışa bilirik. Mənim sizə məsləhətim odur ki, ümumiyyətcə biz nələrisə bilməyəndə, nədənsə məlumatımız olmayanda zehin elə düşünür ki, bu neqativdir, bu olmaz, bu ayıbdır, bunu etməyək və s. Yəni məlumat olmayanda zehnimizin funksiyası odur. Bağlı görür, qapıları bağlı görür. Amma sən nəyisə öyrənəndə, onun haqqında oxuyanda, məlumatlananda görsən ki, yox, bu əslində belə o qədər də qorxulu və yaxud utangac bir şey deyil. Ona görə bu ümumiyyətcə həyatımızda olan bütün istiqamətlərə aiddir. Nəyisə bilməmək ayıb deyil, amma biz onu öyrəndikdən sonra görürük ki, həqiqətən də bu çox maraqlı, çox əyləncəli bir istiqamətə çevrilə bilər. Sizə tövsiyəm odur ki, bu haqda biraz məlumatlanaq, ümumiyyətcə oxuyaq. Çünki bədənimizin, zehnimizin potensialı çoxdur, gücü çoxdur. Amma bizim məlumatımız olmayanda düşünürük ki, yəni həyat elə belə də yəni çox qısa formada, limitlənmiş formada yaşayırıq. Hətta bilirsiniz, misal üçün siz yemək yeyəndə də o da bir ritualdır. Onu da biz tez-tez, tələsərək, ayaqüstü, nəyisə aldım, qaça-qaça yedim. Yəni bu belə olmamalıdır. Biz yeməkdən həzz almalıyıq. İkinci çakra, Svadhisthana, onun qəşəng, yəni yeməyi qəşəng qoyuruq qabağımıza, belə qəşəng qabda. Orada çox gözəl belə dizayn olunmuş, deməli, müxtəlif tərəvəzlər, yəni bədənimizə sağlam gələn, xoş gələn demək, yeməkləri yeyə biz öz zehnimizi, bədənimizi genişləndiririk, gücləndiririk. Çünki bizim yeməyimiz bizim bədənimiz olur. Bizim sağlamlığımız olur, o bizim dərmanımızdır. Ona görə ona qarşı böyük sayğı ilə yanaşmalıyıq, dua etməliyik yeməkdən öncə, yeməkdən sonra yox, yeməkdən öncə. Sən təşəkkürünü bildirirsən Tanrıya, sənə bu yeməyi verdiyi üçün, sənə bu gözəl günü yaşatdığı üçün və bu çox gözəl titrəşimdir, hansı ki, uca, ali enerjiyə xoş gedir. Eyni zamanda da tantrik istiqamət. Yəni o da bir ritual olmalıdır. Orada şamlar yanır, mantralar qoyulur. Çox belə, yəni zehin düşür mistik bir hala və o saatlarla davam etməlidir. Orada yəni bədənin, zehnin genişlənməsindən, əlbəttə ki, elə insan həyatda da daha kreativ olur, həyatı da daha gözəl anlayır. Çünki həyatın bir çox istiqamətlərini bədəninin tələblərini vermiş olur. Əslində bu bizim bədənimizin, zehnimizin tələbidir. Ona görə yəni belə kritik olaraq, neqativ olaraq yanaşmamalıyıq tantraya, ümumiyyətcə tantra haqqında məlumatlanın. Mən sizə verdiyim məlumat bu bir qısa məlumatdır. Əlbəttə ki, daha geniş məlumatlar var, kitablar yazılıb tantra haqqında. Nə qədər çox biz
məlumata sahib olsaq, bir o qədər həyatı yaxşı anlayırıq və gözəl yaşaya bilərik. Gününüz gözəl keçsin.